Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən 1-ci hissə Güvən Test Bankından mərkəzdə qaçma təcili mövzusunun B variantının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Birinci testdə deyilir. Verilmiş radiusu çevre üzrə bərabər sürətdə hərəkət edən maddi nöqtə üçün hansı ifadələr doğrudur? Zaman keçdikcə təcilin ədədi qiyməti dəyişmir, istiqaməti dəyişir. Birincidə deyilir ki, zaman keçdikcə təcilin ədədi qiyməti dəyişmir, istiqaməti dəyişir. Bəli, bu doğrudur. Ümumiyyətlə, çevre üzrə bərabər sürətdə hərəkətdə mərkəzə qaçma təcilin ədədi qiyməti sabitdir, yəni modulca sabitdir. İstiqaməti isə nöqtədən asılı olaraq dəyişir. Deməli, birinci doğru. Zaman keçdikcə təcilin ədədi qiymət və istiqamət dəyişir. Xeyr, istiqamət dəyişsə də ədədi qiyməti sabitdir. Təcil vektoru radius boyunca çevrənin mərkəzinə doğru yönəlir. Bəli, təcil vektoru həmişə radius boyunca çevrənin mərkəzinə doğru yönəlir. Doğru cavab 1, 3, D variantı. İkinci testdə deyilir. Sabit radiuslu çevre üzrə hərəkət edən maddi nöqtənin mərkəzə qaçma təcilinin fırlanma tezliyindən asılılıq qrafiki verilmişdir. Çevrənin radiusunu hesablayın. Bizə mərkəzə qaçma təcilinin tezliklə olan düsturu lazımdır. Yəni tezlikdən asılılıq düsturu lazımdır. Həmin düstur A bərabərdir 4pi kvadratı Rn-dir. N'in kvadratıdır. Buradan R'i tapsaq bizə verəcək A bölünsün 4pi kvadratı R olacaq. Daha doğrusu N kvadratı olacaq. Bax, bu düsturda yerinə qoysaq, məsələn, A-nı biz 64 götürürüksə, gərək ki, tezliyi 4 götürək. A-nı 16 götürürüksə, tezliyi gərək ki, 2 götürək. Eyni qaydada yerinə qoysaq, da ki, biz 64 götürək, 64 bölünsün. 4 vurulsun, pi kvadratı 10'dur. N'imiz 4 götürmək, kvadratı 16. Bundan bu ixtisar getdi. Bizə 0,1 metr, o da bərabərdir 10 santimetr olacaq. Doğru cavab E variantı. Növbəti testimiz 3-cü testdir. Bərabər sürətdə hərəkət edən maddi nöqtənin çevre üzrə dövrətmə tezliyi 0,25 saniyədir. A nöqtəsini keçdikdən sonra 3-cü saniyənin sonunda maddi nöqtənin sürətini və təcilinin istiqamətini müəyyən edin. Əziz dostlar, əvvəlcə bilməliyik ki, görəsən tezlik 0,125 olduqda period nəyə bərabərdir? Periodun düsturu, tezliyin əlaqə düsturu var. 1 bölünsün N'dir. Yəni 1 bölünsün 0,25. O da bizə 4 saniyə verəcək. Yəni A nöqtəsindən çıxıb A nöqtəsinə gəlmək üçün bizə 4 saniyə lazımdır. Onda bu da 4 bərabər hissəyə bölündüyünə görə hər hissənin gedilməsi üçün, yəni hər AB qövsünü, BC qövsünü, CD qövsünü, DA qövsünü, hər qövsü cızmaq üçün 1 saniyə vaxt lazım olur. 1, burada 1, burada 1, burada 1. Onda bu cisim 4 saniyədə, 3 saniyədə, yəni periodun 3 saniyəsində hara gələcək? D nöqtəsinə. D nöqtəsindən təcil bilirik ki, çevrənin mərkəzinə doğru yönəlir. Amma xətti sürət isə çevrəyə toxunan istiqamətdə, yəni sola doğru yönələcək. Baxaq, doğru cavab hansı variant oldu? B variantı. Dördüncü testdə deyilir. Çevre üzrə sabit sürətlə hərəkət edən cismin mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılılıq qrafiki hiperbola verilmişdir. Cisim hansı sürətlə hərəkət edir? Əziz dostlar, baxın, bizə təcil verilib, bir də göründüyü kimi radius verib. Təcil və radius. Və bizdən xətti sürət istəyir. Deməli, bizə mərkəzə qaçma təcilinin xətti sürət və radiusdan asılılıq düsturu lazımdır. O düstur A bərabərdir V kvadrat bölünsün R'dir. Buradan V'ni tapsaq, kök altda A vurulsun R olacaq. Yəni A R olacaq. O da bərabərdir. Məsələn, mən xətti sürəti mərkəzə qaçma təcilini 24 götürürəmsə, gərək ki, radiusu 6 götürürəm. Eyni qaydada mərkəzə qaçma təcilini 12 götürürəmsə, gərək ki, radiusu neçə götürürəm? 12. Tutaq ki, biz bunu 24 götürək, onda radiusu neçə götürmək? 6. 24 vurulsun 6. O da bərabər kökdə 144. Kökdə 144-dən də neçə çıxır? 12 metr bölünsün saniyə. Doğru cavab hansı variant olacaq? A variantı.
Növbəti testimiz 5-ci testdir. Mərkəzə qaçma tərcihinin çevrən radiusundan asılılıq qrafiki verilmişdir. Maddi nöqtənin 2 saniyə ərzində getdiyi yolu tapın. Əziz dostlar, bizə mərkəzə qaçma tərcihi verilib, bir də radius verilib. Gəlin biz xətti sürəti tapaq. V bərabər kök altda A R düsturundan xətti sürət tapa bilərik. 25 vurulsun, radiusumuz 16'dır. Bu da bərabərdir 5 vurulsun 4, bu da 20 metr bölünsün saniyə olacaq. Bəs yolun düsturu necə idi? Yol da L bərabərdir V vurulsun T olduğundan V'mizi 20 tapdıq. Zaman da neçə saniyədə deyir? 2 saniyədə. 20'ni 2'yə vursam 40 metr olacaq. Doğru cavab hansı variantı oldu? C variantı. Çevrüzlə bərabər sürətdə hərəkətdə xətti sürətin qiymətini 2 dəfə artırdıqda mərkəzə qaçma tərcihinin qiyməti necə dəyişər? Bizə yenə eyni qaydada mərkəzə qaçma tərcihinin xətti sürətdən və radiusdan asılılıq düsturu lazımdır. V kvadrat bölünsün R-dir. Bizdə əgər R-i sabit götürürüksə, AV ilə necə asıldır? Düz kvadratik və xətti sürəti 2 dəfə artırırıqsa, onda bizim mərkəzə qaçma tərcihimiz 4 dəfə, yəni kvadratik düz asılı olduğuna görə 4 dəfə artacaq. Doğru cavab A variantı. 7-ci testdə deyilir. Verilmiş radiusu çevrüzlə bərabər sürətdə hərəkət edən maddi nöqtənin mərkəzə qaçma tərcihi 4 dəfə azalarsa, onun dövrətmə periodu necə dəyişər? Yenə mərkəzə qaçma tərcihinin periyodla olan düsturu lazımdır. 4pi kvadratı R bölünsün T kvadratıdır. Buradan T'ni tapsaq olacaq 4pi kvadratı R bölünsün. Nə olacaq? A, təbii ki, bunun kök altına almaq lazımdır. Diqqətlə baxsaq görürük ki, mərkəzə qaçma tərcihindən period kök altı tərsi asıldır. Əgər mən periodu mərkəzə qaçma tərcihini 4 dəfə azaldıramsa, onda əksinə bizim periodumuz 2 dəfə nə edəcək? Artacaq. Doğru cavab hansı variant? A variant. Verilmiş radius çevrüzlə bərabər sürətdə hərəkət edən maddi nöqtənin sürəti 3 dəfə azalarsa, onun mərkəzə qaçma tərcihi necə dəyişər? İndi biz yenə eyni qaydadan mərkəzə qaçma tərcihinin düsturunu yazmalıyıq. V kvadrat bölünsün R-dir. Radius sabitdir. A V-dən necə asılıdır? Düz kvadratik asılıdır. Biz sürəti 3 dəfə azaldırıqsa, mərkəzə qaçma tərcihimiz 9 dəfə azalacaq. Doğru cavab hansı variant? E variantı. 9-cu testdə deyilir ki, verilmiş radius çevrüzlə bərabər sürətdə hərəkət edən maddi nöqtənin bucaq sürəti 2 dəfə azalarsa, mərkəzə qaçma tərcihinin qiyməti necə dəyişər? Bucaq sürəti və radiusdan asılılıq düsturu omega kvadratı R-dir. Əgər biz R-i sabit saxlayırıqsa, A omegadan, yəni bucaq sürətindən düz kvadratik asılıdır. Əgər mən bucaq sürətini 2 dəfə azaldıramsa, mərkəzə qaçma tərcihinin qiyməti əksinə 4 dəfə azalacaq. Doğru cavab hansı variant? D variantı. Verilmiş radius çevrüzlə hərəkət edən cismin dövrətmə periodu 2 dəfə azalarsa, mərkəzə qaçma tərcihi necə dəyişər? Yenə perioddan asılılıq düsturu lazımdır. 4pi kvadratı R bölünsün T kvadratdır. Düsturdan görürük ki, mərkəzə qaçma tərcihi perioddan tərs kvadratik asılıdır. Əgər biz periodu 2 dəfə artırırıqsa, mərkəzə qaçma tərcihi əksinə 4 dəfə azalacaq. Doğru cavab hansı variant? B variant. 11-ci testdə deyilir. Bucaq sürətinin sabit qiymətində çevrüzlə bərabər sürətdə hərəkət edən hərəkətdə mərkəzə qaçma tərcihinin çevrənin radiusundan asılılıq qrafiki hansıdır? İndi bucaq sürətinin sabit qiymət deyirsə, deməli bizə mərkəzə qaçma tərcihinin bucaq sürətindən və radiusundan asılılıq düsturu lazımdır. Bu omega kvadratı R-dir. Görünür ki, burada bucaq sürəti sabitdirsə, bizim A-mız, yəni mərkəzə qaçma tərcihimiz radiusdan necə asılıdır? Düz mütənasib asılı olacaq. O da hansı variantda olur? E variantında olacaq. Növbəti 12-ci testdir. Maddi nöqtənin çevrüzlə bərabər sürətdə hərəkətində mərkəzə qaçma tərcihinin çevrənin radiusundan asılılıq qrafiki hansıdır? Mərkəzə qaçma tərcihinin yenə eyni qaydada bizə xətti sürət sabitdir deyir. V kvadrat bölünsün R düsturu lazımdır. Əgər biz xətti sürəti sabit qəbul eləyiriksə, mərkəzə qaçma tərcihi çevrənin radiusu ilə necə asılıdır? Tərs mütənasib asılı olacaq. Doğru cavab hansı variant? A variantı.
13-cü testdə deyilir, maddi nöqtənin verilmiş radiusu çeviri üzrə bərabər sürətli hərəkətində mərkəzləşmə tərcinin dövrətmə tezliyindən asılı qrafiki hansıdır? Tezlikdən asılılıq düsturu 4pi kvadratı r n'in kvadratıdır. Radius sabitdir. Mərkəzləşmə təcili tezliyin kvadratı ilə necə asılıdır? Düzüm tansı basılıdır. Doğru cavab hansı variantı olacaq? D variantı. 14-cü testdə deyilir, maddi nöqtənin çeviri üzrə bərabər sürətli hərəkətində mərkəzləşmə təcilinin bucaq sürətindən asılılıq qrafiki hansıdır? Mərkəzləşmə təcilinin bucaq sürəti ilə olan düsturu omega kvadratı r-dir. Diqqətlə baxaq, əgər bir də belə bir düstur var, omega v. Burada nə sabitdir deyir? Xətti sürət sabitdir. Onda mərkəzləşmə təcili bizim bucaq sürəti ilə necə asılıdır? Düz mütənsib asılıdır. Doğru cavab hansı variant olacaq? B variantı. 15-ci testdə deyilir ki, maddi nöqtənin verilmiş radius çeviri üzrə bərabər sürətli hərəkətində mərkəzləşmə təcilinin bucaq sürətindən asılı qrafiki hansıdır? Yenə verilmiş radiusu dediyinə görə A bərabərdir. Omega kvadratı r-dir. Əgər radius sabitdirsə, A omega ilə düz kvadratika asılıdır. Doğru cavab hansı variant olacaq? D variantı. 16-cı testdə deyilir, maddi nöqtənin verilmiş radiuslu çeviri üzrə bərabər sürətli hərəkətində mərkəzləşmə təcilinin dövrətmə periodundan asılı qrafiki hansıdır? Periodla asılılıq düsturu 4pi kvadratı r bölünsün t kvadratıdır. Buradan görsənir ki, radius sabit olduqda necə asılıdır? Tərs kvadratik və o da doğru cavab olaraq Y variantındadır. 17-ci testdə bucaq sürətinin sabit qiymətində maddi nöqtənin çeviri üzrə hərəkətində mərkəzləşmə təcilinin xətti sürətin qiymətindən asılılıq qrafiki hansıdır? İndi bucaq sürətinin sabit qiymətində deyirsə, deməli A bərabərdir omega v düsturuna ehtiyacımız var. Omega sabitdir, A v ilə necə asılıdır? Düz mütənsib asılıdır. Doğru cavab A variantı. Növbəti 18-ci testdə deyilir, verilmiş radiusu çeviri üzrə hərəkətdə mərkəzləşmə təcilinin xətti sürətin qiymətindən asılılıq qrafiki hansıdır? Verilmiş radiusu dediyinə görə A bərabərdir v kvadrat bölünsün r düsturuna ehtiyacımız var. Radius sabitdir, mərkəzləşmə təcili xətti sürətin kvadratı ilə düz mütənsib asılıdır. Doğru cavab E variantı olacaq. 19-cu testdə deyilir ki, çeviri dövrətmə tezliyinin sabit qiymətinə çeviri üzrə bərabər sürətli hərəkət zamanı mərkəzləşmə təcilinin xətti sürətdən asılılıq düsturu hansıdır? Daha doğrusu qrafiki hansıdır? Bizim düsturumuz A bərabərdir omega v-dir. Omeganın yerinə tezliklə olan düsturunu qoysaq 2pi n v olacaq. Baxaq, tezlik sabitdir. A v ilə necə asılıdır? Düz mütənsib asılıdır. Doğru cavab C variantı olacaq. 20-ci testdə deyilir, radiusu 8 metr olan çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə periodu 4 saniyə olarsa, onun mərkəzləşmə təcilini metr bölü saniyə kvadratı ilə hesablayın. Yenə eyni qaydada bizə mərkəzləşmə təcilinin perioddan asılılıq düsturu lazımdır. Həmin düstur 4pi kvadratı r bölünsün t kvadratıdır. O da bərabərdir. 4 vurulsun pi kvadratı 10'dur. Vurulsun. Bəs radiusumuz neçədir? 8'dir və bizə nə verilib? Period isə 4 saniyədir, kvadratı 16 eləyəcək. 16 ilə 8 ixtisar getdi, 2 ilə də 4 ixtisar getdi. Bizə 20 metr bölünsün saniyənin kvadratı qalacaq. Doğru cavab 20 metr bölünsün saniyə kvadratı. 20-ci testdə deyilir, 18 cm uzunluqlu saniyə qrabının uc nöqtəsinin mərkəzləşmə təcilini modulunu hesablayın. Bizə nədir? Təcilin perioduna olan düstur lazımdır. A bərabərdir 4pi kvadratı r bölünsün t kvadratı. Yerinə qoyaq 4 vurulsun. Gərək ki, burada pi kvadratının 10 olduğunu bizə deməli idi. 4 vurulsun pi kvadratını 10 kimi qəbul edək. R-imiz 18 cm. Elə bizə santimetr bölü saniyə kvadratı ilə istəyir cavabı. Qalsın burada. Və biz bilirik ki, saatın saniyə qrabının dövrətmə periodu 60 saniyədir. Bunun da kvadratı 3600 saniyə olacaq. Burada ixtisar gedənləri ixtisar eləyək. Deməli 18 ilə bu ixtisar getsə 2 qalacaq. Bir sıfırı da buradan ixtisar eləyək. Bununla da 2 ilə getsə bizə onda 2 nə verəcək? Metr bölünsün saniyə. Diqqətlə baxaq görək. Həqiqətən də onda 2 elədir.
Deməli 0,2 santimetr bölünsün saniyə. Deməli məxrəcdə ixtisar eləsək 16, bəli, 36, 18, 2, bəli, düz dedik. Metr, santimetr bölünsünlər saniyənin kvadratı. Deməli 0,2 olacaq cavabımız. Növbəti 22-ci testdə maddi nöqtə verilmiş radiusu çevrüzə bərabər sürətlə hərəkət edir. Zaman keçdikcə bu maddi nöqtənin sürətin istiqaməti dəyişmir, xeyr, sürətin istiqaməti dəyişir. Sürətin istiqaməti dəyişir, bəli, 2 düzdür. Tərcəhin istiqaməti dəyişmir, xeyr, yanlışdır. Tərcəhin istiqaməti dəyişir, bəli. Doğru cavab nə olacaq? 2 və 4. 23-cü testdə deyilir, düz xəttli bərabər sürətli və əyri xəttli bərabər sürətli hərəkət üçün Eyler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Sürətin istiqaməti dəyişir. Əlbəttə, düz xəttli bərabər sürətli hərəkətdə dəyişmir, istiqamət dəyişən əyri xəttli hərəkət. Sürətin istiqaməti dəyişmir, əlbəttə, bərabər sürətli hərəkətdə. Hərəkət trayektoriyası düz xəttdir. Deməli, bu da bərabər sürətli hərəkət olacaq. Hərəkət trayektoriyası əyri xəttdir, bu əyri xəttli hərəkət olacaq. Bərabər zaman fasilələrində getdiyi yollar eynidir, bəli, bu hər ikisinə gedəcək. Niyə? Çünki hər ikisinin bərabər sürətli hərəkət olduğuna görə bərabər zaman fasilələrində getdikləri yollar bir-birinə bərabər. Sürət dəyişərsə bir-birindən fərqli ola bilər. Sürət dəyişmədiyi müddətcə bərabər zaman fasilələrində getdiyi yollar bir-birinə bərabər olur. Deməli, düz xəttli bərabər sürətliyə 2, 3, ortaya 5 və əyri xəttli bərabər sürətliyə isə 1, 4 gedəcək. 24. Çevri üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili və xətti sürət üçün Eyler-Venn diaqramlarında uyğun ifadələri müəyyən edin. Vektorial fiziki cəmiyyətdə əlbəttə hər ikisi bir ortaya getdi. İstiqamət zaman keçdikcə dəyişir, əlbəttə hər ikisinin. Radius boyunca çevrənin mərkəzinə doğru yönəlir. Bu mərkəzə qaçma təcilidir. 3 bura gedəcək. İstənilən nöqtədə çevrəyə toxunan istiqamətə yönəlir. 4 bu xətti sürət olacaq. Mərkəzə qaçma təcilinə 3, oxşara 1, 2 və xətti sürətə 4 gedəcək. Növbəti test 25-ci testdir. Deyir ki, 25-ci testdə xətti sürət və mərkəzə qaçma təcili üçün Venn diaqramını uyğun bəndləri qeyd edin. Xətti sürət. Vektorial fiziki cəmiyyətdir. Əlbəttə, hər ikisi. BC-də vahidi metr bölünsün saniyə kvadratdır. Bu mərkəzə qaçma təcilidir. BC-də vahidi metr bölünsün saniyədir. Bu xətti sürətdir. Çevrəyə toxunan istiqamətdə yönəlir. Əlbəttə, xətti sürət. Radius boyunca çevrənin mərkəzinə doğru yönəlir. Bu mərkəzə qaçma təcili olacaq. Doğru cavab xətti sürətə 3, 4, oxşara 1, mərkəzə qaçma təciliyə isə 2, 5 olacaq. Növbəti 26-cı testdə boş xanalara müvafiq fiziki cəmiyyətlərin işarələrini yazın. Biz bilirik ki, bucaq sürətinin düsturu omega bərabərdir, 2pi bölünsün t-dir. Bura bucaq sürəti, burada omega gedəcək. Sonra 2pi n vurulsun omega, bu bizə mərkəzə qaçma təcilinin düsturudur. Kökdə AR, deməli burada A olmalıdır. Burada da V olmalıdır. V bərabər kökdə AR-dir. Burada V. Deməli, omega, omega, AA və VV. Yəni, bu bizim doldurduğumuz nə oldu? Diaqram. Boş xanalara müvafiq fiziki cəmiyyətlərin işarələrini yazın. Biz bilirik ki, nə n bölünsün t-nin düsturu idi. Bu tezlik idi. Vahid zamanda dövrilen sayıdır. N olacaq, yəni tezlik. Burada n olacaq. 2pi-n nəyin düsturudur? Xətti sürətin. Burada v yaza bilərik. Və a bərabərdir nəyi düsturumuz? Omega v və omega bərabər fi bölünsün t-dir. Burada da necə yaza bilərik? Necə deyəcək? N, yəni tezlik, xətti sürət, bucaq sürəti və bucaq sürəti olacaq. Əziz dostlar, bununla da B variantının izahının sonuna çatdıq. Növbəti video izahımızda C variantının izahını verəcəm. Həmin video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.